Cəlil Məmmədquluzadə küçəsində tikintisi yekunlaşmaq üzrə olan yeni metro stansiyasının yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Ümumilikdə isə dövlət proqramına əsasən paytaxtda 2030-cu ilədək 10 yeni stansiyanın inşası planlaşdırılır. Bu rəqəmin 30-a qədər çatacağı gözlənilir. Global Net xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakıda nəqliyyat sıxlığının azaldılması üçün ən effektiv addımlardan biri metro infrastrukturunun genişləndirilməsidir. Onun sözlərinə görə, əsas məqsəd insanları şəxsi avtomobillərdən uzaqlaşdıraraq ictimai nəqliyyata yönəltməkdir. İctimai nəqliyyatın əsas növləri metro və avtobusdur. Gələcəkdə tramvay xətlərinin də istifadəsi nəzərdə tutulur. Ekspert əlavə edib ki, 2030-2040-cı illər metro şəbəkəsinin inkişafı mərhələli şəkildə həyata keçiriləcək. Proqram 3 mərhələdə icra olunacaq və nəticədə metro stansiyalarının sayının 50-dən çox olması planlaşdırılır. Bu isə Bakının təxminən 70-70%-nin metro şəbəkəsi ilə əhatə olunmasına imkan verə bilər. Əgər paralel olaraq digər nəqliyyat layihələri də reallaşdırılsa, 70 stansiyadan ibarət metro sistemi paytaxt üçün mükəmməldir.